Bismillah. Bürçlərin 3 yanvara ən düz proqnozu. Qoç, bugün qərar verməkdə tələsməyin. İş və pul mövzusunda yeni fürsət çıxa bilər. Amma detallara diqqət vacibdir. Axşam saatları daha rahat keçəcək. Buğa, maddi baxımdan müsbət xəbər alma ehtimalınız yüksəkdir. Səbirli davransanız zəhmətinizin qarşılığını alacaqsınız. Ailə içində xoş söhbətlər olacaq. Əkizlər, ünsiyyət ön plandadır. Gözlənilməz görüş və ya xəbər planlarınızı dəyişə bilər. Pul xərcləyərkən ehtiyatlı olun. Xərçəng, daxili gərginlik arta bilər. Amma bunu doğru yönləndirsəniz fayda görərsiniz. İşlə bağlı məsuliyyətlər artır. Axşam dincəlmək vacibdir. Şir, diqqət mərkəzində olacaqsınız. Karyera və şəxsi nüfuzla bağlı müsbət addımlar mümkündür. Maddi baxımdan stabil gün. Qız, planlı davrandığınız təqdirdə gününüz çox məhsuldar keçəcək. Kiçik bir gecikmə sizi narahat etməsin. Pul məsələsində risk etməyin. Tərəzi, münasibətlərdə balans tapmaq önəmlidir. Səmimi söhbət problemləri həll edə bilər. Gözlənilməz xərclər mümkündür. Əqrəb, intuisiyanız güclüdür, ona güvənin. İş və pul mövzusunda gizli fürsət üzə çıxa bilər. Günün sonunda rahatlama hissi görəcəksiniz. Ox atan, yeni planlar və ideyalar üçün uyğun gündür. Qısa səfər və ya təklif ala bilərsiniz. Maddi məsələlərdə tələsməyin. Oğlaq, əmək və məsuliyyətiniz diqqətdən yayınmayacaq. Karyerada müsbət dönüş nöqtəsi ola bilər. Ailə dəstək olacaq. Dolça, gözlənilməz hadisə gününüzə rəng qatacaq. Yaradıcılıq və fərqli ideyalar ön plandadır. Pul məsələsində ölçülü olun. Balıq, duyğularınız güclənir. Köhnə məsələ yenidən gündəmə gələ bilər. Sakit qalmaq sizə üstünlük qazandıracaq.